Mən Mahmudov Əlzam Yunusov, Bərdər Qaradağ kəndə yaşayıram. Bugünkü çıxış etməkdə məqsədim Qida Təhlükəsizlik Agentliyinin Bərdər Regional İdarəsinin yargılaş fəaliyyətindəndir. Məndə kifayət qədər çəkilişlər də var. Lazım olsa təqdim edərəm və həmin Qida Təhlükəsizlik Agentliyi ilə lap belə baxışda keçirilərək heyvanlar çöldə kəsilir. Səbəb digər belə də kəsim yerlərinin Qida Təhlükəsizliyin rəhbərliyinin təzyiqi sayəsində bağlatdırıb öz dostunun kəsim yerində istifadə etdirməsini mən belə düşünürəm, mənim şəxsi fikrimdir. Amma bununla da həm də Qida Təhlükəsizlik Agentliyi hara baxırsan sən? Baxmaqda belə hara baxırsan deyəndə, buyur, ət çöldə kəsilir. Bəs o baytarı hara çatılır, ülkə sağlamdır. Laboratoriyanı mənə göstər. Laboratoriyanı mənə göstər, görüm ki, o kəsim yerlərində kəsilən ətlərin sağlamlıq peçatı nətər vurulur? Kəsim yerlərində kəsilli peçatı vurulsun da, sağlamlıq peçatı vurulsun. Bu tamamilə yanlış bir yoldasınız. Bizi əvəz edilməz bir liderimiz var, İlham Əliyev. Cənab Prezident deyir ki, vətəndaşın mən xidmətçisilə bu söz o deyirsə, siz ama ne adam qəbul edirsiniz, nə qəbulunuzda gələnləri qəbul edirsiniz, ancaq özünüzü tərbiyyətdirməklə məşğulsunuz. Mənim bir şikayətim vardı 11 sayılı ərazi vergi idarəsində. 3 ay, 4 ay mən ondan cavab ala bilməm, məktuba cavab ala bilməm. Bəldə mal bazarına bağlı, mən şikayət vermişdim. Gəldilər, oranın kassa aparat ödəniş, ədəvət çəkiləyən aparat yoxdur. 3-4 aparat paylarını getdim. Gəlib baxmışsan, nə edirlər, vururlar. Ay, oyununuzdan qutarım. Mənim tələbim, xahiş edirəm, Bərdə regional Qida Təhlükəsizlik Agentliyi yargılaş fəaliyyəti aydınlaşdırılsın. Məndə olan subutlar götürülsün və bu agentin rəhbərinin niyə belə etməsi və dərdədə yaşayan insanları zəhərləyib qırmasına mı çalışır mı? Yoxsa nə edirsə bu aydınlaşdırılsın və qanun tədbir görülsün. Üzünü duram ölkəmizin prezidentinə, cənab prezident, 11 sayılı ərazi vergi idarəsində 3 aydan çox etdiyim müraciətə rəsmi cavab ala bilməmişəm. Görəsən bunlar çox ağırlıq çəkirlər ki, cavab verə bilmirlər. Mənim ümidim ölkəmizin prezidentinə, əvəz edilməz liderimiz İlham Əliyev cənablarına. Allah sizi qorusun, belə məmurlara da Allah ölüm versin ki, cəmaatla dövlət arasında nəsə yaratmaz deyil. Amma buna nail ola bilməyəcəklər. Çünki biz həmişə ölkəmizdənik, dövlətimizlənik və İlham Əliyev kimi prezidentimizlənik. Allah sizi qorusun, eləsinə də Allah ölüm versin. Öpürəm sizi.